Herkese bugünkü mövzumuz 5-ci sinif ingilis dili, 2-ci xarici dili ingilis dili olanlar üçün kiçik summativ qiymətləndirmə nümunəsi 4. Deyir, düzgün variantı seçin. Şəkildə nə edir? Uçurtma uçurur, çərpələng uçurur. Ona görə bu olacaq. Fly a kite. Do puzzles, puzzle etmək. Play chess, şahmat oynamaq. Şəkillə uyğun deyil. Choose the correct definition of the word draw pictures. Draw pictures şəkil çəkmək deməkdir. A variantı. Mahnı oxumaq deyil, gitara çalmaq deyil. Mahnı oxumaq sing a song. Sing a song. Gitarada ifa etmək isə play the guitar. Look at the picture and write body part. Deyir, şəklə bax və bədənin hissəsini yaz. Deməli, şəkildə nə görürük uşaqlar? Teeth, dişlər. Düzgün variantı seçin. Foot təkdədir, ayaq deməkdir. Bizə isə ayaqlar, pəncək hissə lazımdır. Hand isə əl deməkdir. Deməli, choose a correct variant. Yenə düzgün variantı istəyir bizdən. To bake, uşaqlar, bake sobada nə isə bişirməkdir. Cook isə hər şey bişirməyə cook deyə bilərik. Amma bake məhz sobada nə isə bişirməkdir. Gitaranı bişirmək olmaz, maşını bişirmək olmaz. Bəli, tortu isə bişirə bilirik. Cakes, tort. Choose a correct variant. Düzgün variantı seç. Are there sual cümləsidir. Ona görə də B olmaz. One da ona görə olmaz ki, uşaqlar. Book sözü cəmdədir. One isə təkdədir. Olmaz. Sual cümləsində biz eynini işlədirik. Deyir ki, kitab rəfində heç kitab varmı? Make negative sentence. Yəni, verilmiş bu cümləni biz inkar cümlədə işlətməliyik. Gəlin işlədək. Mike. İnkarda işlətmək üçün can modal feilinə not əlavə edirik və artıq inkar cümlə olur. Mike cannot play the guitar. Yəni, Mike gitarada ifa edə bilmir. Make affirmative, yəni təsdiq cümlə düzəlt. Uşaqlar, baxın, son zamanlar bütün hər yerdə demək olar ki, şərtləri, sualların şərtlərini ingiliscə verirlər və Azərbaycancasını vermirlər. Ona görə bütün bu sözləri əzbərləyin ki, gedib orada yaza bilərsiniz. My friend, verilmiş bu cümlə inkardadır. Bu cümləni biz müsbətdə, təsdiqdə işlətməliyik. My friend. Təsdiqdə işlətmək üçün uşaqlar bir dənə ilə can sözün özünü yazırıq. Can ride a bike. Dostum deyir ki, velosiped sürə bilir. Read about Yahya and Shams and choose the correct sentences. Yahya və Shams haqqında oxuyun və düzgün cümlələri seçin. Gəlin birinci mətni oxuyaq, sonra suallara baxaq. Hi, salam. My name is Yahya. Adım Yahyadır. I am 12 years old. Mənim 12 yaşım var. I'm from Azerbaijan. Mən Azərbaycandanam. This is my skateboard. Bu mənim skateboardumdur. It's blue and green. O, mavi və yaşıl rəngdədir. I can skateboard, but I can't play chess. Mən skateboard sürə bilirəm, lakin şahmat oynaya bilmirəm. I can also play the guitar. Mən həmçinin gitarada ifa edə bilirəm. What can you do? Sən nə edə bilirsən? Gəlin baxaq. Yahya haqqında 2 sual var. 2 dənə də sual Şəms haqqındadır. Deməli deyir ki, Yahya is 12 years old. Bəli, Yahyanın 12 yaşı var. Bu doğru cümlədir. Yəni, mətnə uyğun olan cümlədir.
Sonra deyir Yahya has got a blue and green bike. Burada Yahya'nın uşaqlar bike haqqında bir söhbət yox idi. O skateboardundan danışırdı. Ona görə ikinci cümlə getdi. Yəni biz seçmiş olduq bir. Daha sonra Şəms haqqında oxuyaq. Hello, salam. My name is Shams. Mənim adım Şəmsdir. I am 10 years old. Mənim 10 yaşım var. I'm from Azerbaijan. Mən Azərbaycandanam. I can draw pictures. Mən şəkillər çəkə bilirəm. These are my pictures. Bunlar mənim şəkillərimdir. I can sing English songs, but I can't play the guitar. Mən ingiliscə mahnılar oxuya bilirəm, ancaq gitarada ifa edə bilmirəm. Can you play the guitar? Sən gitarada ifa edə bilirsənmi? Birinci cümlədə, yəni üçüncü cümlədə deyir ki, Shams hasn't got any pictures. Amma deyir ki, Shams burada. These are my pictures. Deməli, Şəmsin şəkilləri var. Ona görə üçüncü cümlə səhvdir, onu seçmirik. Sonra dördüncü cümlədə deyir ki, Shams and Yahya are from Azerbaijan. Şəms və Yahya Azərbaycanlıdır. Bəli, burada da baxın. Bu da deyir ki, mən Azərbaycanlıyam. Bu da deyir ki, I'm from Azerbaijan. Yəni, hər ikisi də Azərbaycanlıdır. Ona görə bu variantı da seçirik. Və bu videoluq bu qədər uşaqlar. Ümid edirəm faydası toxunar sizə. Videonu bəyənməyi, kanala abunə olmağı, videoları dostlarınız arasında paylaşmağı unutmayın. Sağ olun.